Hər vaxtınız xeyirli olsun. Qədim İbrani Azərbaycan dillərində oxşar sözlər lüğətinin hazırlanması kursuna xoş gəlmisiniz. Bugün bizim 5-ci dərsimizdir və dərsimizin mövzusu qədim İbrani dilində haq sözünə və Azərbaycan dilində həc sözünə həsr olunub. Gəlin bu sözlərlə yaxından tanış olaq və tanış olduqca da çox maraqlı məqamları biz ortalığa çıxara biləcəyik və inanıram ki, bu bizim biliyimizi və marağımızı daha da genişləndirəcək. Deməli, qədim İbrani dilində haq sözü gördüyünüz kimi iki samitdən ibarətdir. Birinci hərfimiz samit xət hərfidir. İkinci hərfimiz isə gimel. Deməli, xət və gimel samitləri nəticədə bizə haq sözünü təqdim edir. Azərbaycan dilində onun başlıca mənası bayram deməkdir. Yəni, İbrani dilində haq, Azərbaycan dilində bayram deməkdir və ya bayram etmək deməkdir və ya şənlik etmək deməkdir. Və bizim bu günləri lüğətdə biz bu sözə Azərbaycan dilində həc sözünü təqdim etmişik. Çünki bizim lüğətimiz məhz iki dildə oxşar sözlərin lüğətidir. Və yuxarıda sağ tərəfdən gördüyünüz kimi iki rəqəmi göstərir ki, bu bizim lüğətimizdə ikinci kateqoriyaya aid olan sözdür. Yəni, birinci mənası həc olmayan, amma mənalarından biri və oxşarlığını göstərən lüğətimiz üçün söz həc sözüdür. Qədim İbrani dilində haq sözü Strong lüğətində 2282 rəqəmi altında gedir və ümumilikdə Əhd-i Ətiqdə 62 dəfə istifadə olunub. Onun istifadə olunduğu yerlərdə mənası, təkrar edirəm, bayram və ya bayram etmək kimi gedir və burada sol tərəfdən 3 fərqli şəkil görürsünüz. Onlar həmin o fərqli bayramları əks etdirən şəkillərdir və o bayramlar haqqında bir qədər ətraflı növbəti səhifəmizdə danışacağıq və bunun üçün də biz Qanunun təkrarı kitabına müraciət edəcəyik. Bu Tövratın 5-ci kitabıdır və Qanunun təkrarı kitabı 16-cı fəsil, 16-cı bəndi birlikdə oxuyacağıq və onun qədim İbrani dilində necə səsləndiyinə qulaq asacağıq. שלוש פעמים בשנה יראה כל זכורך את פני אדוני אלוהיך במקום אשר יבחר בחג המצות ובחג השבועות ובחג הסוכות ולא יראה את פני אדוני ריקם. Gəlin indi həmin parçanı Azərbaycan dilində oxuyaq. Burada yazılıb: bütün kişiləriniz ildə 3 dəfə mayasız çörək bayramında, həftələr bayramında, çardaqlar bayramında Allahınız Rəbbin hüzurunda olmaq üçün onun seçəcəyi yerə getsin. Rəbbin hüzuruna heç kim əli boş getməsin. Burada parçada 3 dəfə haq sözü istifadə olunub qədim İbrani dilində və hər dəfədə onun tərcüməsi Azərbaycan dilində bayram kimi təqdim olunub və 3 bayramı ki, Allah Taala Tövratda İsrail xalqına tapşırmışdı ki, qeyd etsinlər və bunun üçün səyahət etməli idilər və eləcə də müəyyən ayinləri yerinə yetirməli idilər. Bu bayramlar burada yazıldığı kimi haq matsot, yəni mayasız çörək bayramı idi. Daha sonra haq şavvot, yəni həftələr və ya 7 həftə bayramı idi və haq sukkot, yəni çardaqlar və ya çadırlar bayramı idi. Bu bayramları qeyd etmək üçün Tanrı xalqına tapşırmışdı ki, onlar öz yaşadıqları evlərdən və ya yerlərdən çıxıb səyahət etməli idilər Yerusəlim şəhərinə.
və orada məbəddə toplaşmalıydılar və bu bayramı qeyd etmək üçün xüsusi ayinlər yerinə yetirməli idilər. Yəni mayasız çörək bayramında mayasız çörəkdən istifadə etməli idilər. Daha sonra 7 həftə və ya həftələr bayramında onların digər xüsusi ayinləri var idi. Çardaqlar və ya çadırlar bayramında onlar ümumiyyətlə çıxmalı idilər çöllük bir yerə və orada özləri üçün çadır qurmalı və o çadırlarda müəyyən bir müddət ərzində yaşamalı idilər və bununla da tarixən Allahın bu xalq üçün göstərdiyi möcüzələr və xeyirdualı işləri yada salmalı idilər. Yenə də qeyd edək ki, bu bayramlar üçün xalq müəyyən bir müqəddəs sayılan yerə səyahət etməli idi və bu bayramı qeyd etmək üçün tarixən ildə bir dəfə xüsusi tarixlər var idi ki, onlar məhz bu vaxt həmin o tarixdə səyahət etməli idilər. Allaha yaxınlaşmaqlarını göstərən, Allaha ibadətlərini etmək üçün həmin o yerə getməli idilər və ürəklərində niyyət tutub duaları ilə, ibadətləri ilə Allaha yaxınlaşmalı idilər. Haqq sözünün etimologiyasına baxanda onun əsas iki məna kəsb etdiyini görə bilirik. Birincisi, bu sözün arxasında səyahət etmək mənası durur və ikincisi də bu sözün arxasında dolanmaq və ya dövr etmək mənası durur. Bunların əhəmiyyəti bizə məhz indi həcc sözünə baxanda daha aydın olacaq. Gəlin birlikdə indi Azərbaycan dilində həcc ziyarəti kimi bildiyimiz həcc sözünə baxaq. Deməli, həcc ziyarəti deyildikdə bunu başa düşməliyik ki, bu söz məxsusilə İslam dininin yaranması ilə əlaqədar olaraq ərsəyə gəlmiş bir söz oldu və məhz ziyarət olaraq, yəni həcc ziyarəti olaraq bugün bizim deməli diqqətimizdə və anlayışımızdadır. Və İslam dininin xüsusiyyətlərinə baxsaq, yəni burada məxsusilə həcc ziyarəti baxımından burada görə bilirik ki, həcc ziyarəti İslamda onun 5 sütunundan biri sayılan bir ayindir, bir səyahətdir, bir ziyarətdir. Daha sonra bilirik ki, Səudi Ərəbistanda Məkkə şəhərində baş verə biləcək bir ziyarətdir və yəni müsəlmanlar bütün dünyadan deməli müəyyən bir tarixdə deməli səyahətlərə başlayırlar və Məkkə şəhərinə gedib orada şəkildə gördüyümüz bu deməli Kəbə deməli obyekti və ya daşı və ya səcdəgahı ətrafında dolanırlar. Yenə də deyirəm, ildə bir dəfə təyin olunmuş tarixdə müəyyən bir məkanda, yerdə baş verən bir dini ayin kimi bildiyimiz həcc ziyarətidir. İslamdan əvvəl həcc sözü ərəb dilində istifadə olunurdu və o istifadə olunarkən əsasən ümumi ziyarət və səfər mənalarında istifadə olunurdu. Amma bir daha qeyd edirəm ki, İslam dininin yaranması ilə əlaqədar həcc sözü daha xüsusi bir don aldı və artıq mərasimli ziyarət və ya dini ibadət anlayışında istifadə olunmağa başladı. Bunları deməkdə məqsədim odur ki, biz artıq qədim İbrani dilində haqq sözünü Azərbaycan dilində həcc sözü ilə müqayisəli şəkildə baxanda bu iki sözün arasında olduqca çoxlu oxşarlıqlar və xüsusi və maraqlı məqamlar görə bilərik. Bu da bizə kömək edir ki, başa düşək niyə görə İbrani dilində haqq kimi səslənən sözün yanında biz Azərbaycan dilində həcc sözünü təqdim etmişik. İnanıram bu səyahətimiz çox maraqlı oldu və sonda demək istəyərdim ki, İslam dininin yaranmasından təxminən 1800 və ya 1900 il əvvəl artıq qədim İbrani dilində haqq sözü Tövrat kitabında öz xüsusiyyətlərini və çalarlarını ərsəyə gətirmişdi. Belə ki,
biz bugün həc ziyarəti kimi bildiyimiz sözün kökündə haq sözünün xüsusiyyətlərini görə bilirik və məmnuniyyətlə onu lüğətimizdə istifadə edirik. Diqqətinizə görə təşəkkür edirəm və ümid edirəm yeni dərslərdə yenə də görüşəcəyik və daha maraqlı mövzulara birlikdə varacağıq və biliyimizi genişləndirəcəyik. Xeyir dualı olun, sağ olun.